Yaxşıdır. Başlamışam bura. Allah xeyir versin. Hörmətli kanal izləyicilərimiz. Bax, bilirəm, hamı yağışdan qorxur ki, ev su aparar, nə aparar, nə çökək yerdədir, ev su basacaq. O söhbət yoxdur bu evdə. Şəxsi fikri belə bir gözəl möhtəşəm bir torpaq sahibi üzərində bir şey oldu. Biraz möhkəm danış, küləkdir. 3 sotdadır. Səsim bu, zaten səsim bu. Ha. Həyəcan sahəsində belə bir gözəl həyəcan sahəsi. Evin 4 bir tərəfinə keçmək olur. Sağı, solu, hər tərəf. Qoşadaş. 3 sot torpaq sahəsi. Bu qədər yağış yağıb, sel gəlib, sel gedib. Bax, görsən bir dənə torpağını zərrə qədər də bir dənə yüksətmə yağış yağıb, nəmlik var da burada. Amma bir qram su yoxdur. Evin sağına, soluna, har etsən ki. Ev özü hündür tərəfdədir, ona görə. Dolu evdir, yaşayışlı evdir. Köç yaşa vəziyyətdə. Əşyalıdır, bir-iki dənə əşyasını götürəcək, özünə məxsus əşyalar. Bir çox əşyalar qalacaq demək olar ki. Ev maşallah qəşəngdir. 120 kvadratdır da burat. Avtobusa 56 metr. Nə danışırsın? Nə 50 metr, nə 100 metr yox. 56 metr. Rovna 56 metr. Oy can, oy can. Hoppala. Allah falan bu boyda boy verəndə olur da. Arxa tərəfdən keçir. O hər tərəfdən 2 metr yer var ya bura. Gəlində evi sizi görsə də inşallah. Evə dönəndə Qiymət qiymət 85 min son. dirənən yerdə. Dirənən yeridir. Amma Yüngül, ondan gəlsələr, yüngül məsələn, şirinlik eləmək olar da bura. Sənətdən atara qalıb saxlıdır. Sənətlər torpağın çıxarışıdır. Başına atara qalıb. Bəli, torpağın çıxarışıdır. Qaz, su, işıq, sayğaclar hamısı hazırdır. Qapının da xəbərləri olsun. Salam aleyküm, xoş gördük. Gəlmə ola. Dinə keçsinlər bir otağa hamısı. Ya orada kalan şey burada çıkar, palçık dura. Gelme. Sözümü bir isteyin, sözümü kulak aslan kardeşler. Dayıcan, Olsun yuvarcı. siz hamınız keçin bir otağa. Hə, buyur, davam elə qardaşım. Təqdimatı davam elə. Bax, koridor sisteminə baxa bilərsiniz. Bax, 2 metr yaxın, 1,50, 2 metr yaxın koridor sistemi. Otaqlar koridorla bölünür. Bəli. 1, 2, 3, bu da 4. Mətbəx. Düzdür, bura mətbəxdir. Ana qapı var. Keçdiniz Bura ama. beşinci. Yəni, sən bura beşliyə, bura santa qoşar. Yaxşı, 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 yaxşı. Gəl bura. Evimiz yaşayışlı evdir. Evimiz qismən əşya saxdır. Demək olar ki, evimizdə bir 90-95% əşya hamısı qalacaq. Bax, belə bir gözəl bir qonaq otağıdır. Qonaq otağında bir, iki dənə pəncərədir. Genişdir qonaq otağı. Mebellər yığılıb, yəni genişdir. Ümumi tikinti sahəsi çöldən sonra 110 kvadratdır. A, nə 110, 120 kvadrat elə bunun içidir. A, nə danışırsan? Bu boyda ev var, bura. Ama sən zaman böyüdürsən, balacalaşdırırsan. Nə bilim, gözüm bir bağlıyorsan burada. Onun boyda otaq var. Qonaq otağı hörmətli kanalizasiyalarımız. Görün o boyda. Ana bura Genişdir. geçmiş. Geniş, yaşayışlı evlər. Şkafları seçmirəm, paltar var orada. Betsk otağı var. Orada da qəşəngcili şkafımız burada da var. Burada burada gizli şkaf. Anadam istəsə bax böyük şkaf yoldura bilər burada. Aa, bura böyükdür. Allah elə. hər tərəfində şkaf qoyulub ki, Şkaf yəni özü qəşəng böyük. işim olsun. Bir dənə sən santral qoşan çəksən olmasa. Bir dənə kəsə bilərsiniz mi? Yaşayışlı evdə qeyd edirik ki, dəyərli izləyicilər. Evdə hal-hazırda yaşayış var. Ona görə də müəyyən qüsurlar olsa da, yəni təbiidir, belə şeylər olmalıdır. Yaşayışlı evdə belə şeylər olur. Mətbəxini çəkiyorsun. Maşallah qəşəng evdir. O da evimizin mətbəx mebelindən sabah burada soğuk yanlar etmiyorlar. Bağ evi kimi, gündəlik yaşayış evi kimi alıb istifadə etmək Mətbəxində mümkündür. də 2 dənə pəncərə var. 1-2 dənə pəncərə var. Hər ikisi öz həyətinə baxır. Əlavə məlumat sözü Zəhra bilərsiniz kanalizasiyalarımız. İnşallah ev olmayan insanlar Allah Taala böyle gözə evlər qismət etsin. Bir də xatırladım ki, su basan yer görmür. Hündür yerdir bura. Su, əsəbləşmə, bura, əsəbləşmə. Allah xeyir versin. Oldu. Allah müştərisini getirsin.